Hər vaxtınız xeyirli olsun. Marketing Talks-un yeni ildə yeni buraxılışıdır. Yeni il deyəndə ağla həmişə 31 dekabr gəlir. O mənada yox. Yəni 2026-cı ilin artıq ilk buraxılışıdır ki, bugün sizinlə görüşürük. Biz çox darıxmışdıq. Bilirik ki, siz də darıxmısınız. Yazdığınız şərhlərdən, bizim tədbirlərdə, görüşlərimizdə, şərhlərinizdən, geri dönüşlərinizdən aldığım qədərilə, məlumatlandığım qədərilə siz də darıxmısınız. Necəsiz müəllim? Mən də darıxmışam, yaxşı olun. Uzun fasilə, uzun deməzdim, bir neçə həftəlik bir fasilə oldu. Amma arada bir bayaq başlamamışdan qabaq qeyd elədiniz. Şərhləri aradan oxuyuruq, bəli. Orada bir neçə izləyicimiz qeyd eləyir ki, dayanmadan yazır. Niyə yoxdur? Yeni buraxılış niyə yoxdur? Niyə dayandı və s. Hiss edirəm ki, hətta bir həftədən bir yazır. Eyni videonun altına yazır ki, niyə yoxdur, niyə dayandı. Amma yox, dayanmaq fikrimiz yox idi əsla. Sadəcə son zamanlar müəyyən çox iş tutumlu bir dövrüyə girdik. Eynən. Və etiraf eləməliyəm ki, prioritet olaraq qərar verdik ki, o iş tutumlu dövriyyəni bir istiqamətə aparaq. Ondan sonra rahat bir yola çıxan kimi biz ilk fürsətdə çəkilişləri davam eləyək, verilişləri. Buradayıq yəni. Buradayıq, davam edirik və inşallah da davam etməyə çalışacağıq və bizim davam etməyimizdə dəstək olanlar var ki, onları unutmaq olmaz. Sözün əsl mənasında. Hamı mənə yazır ki, mən qonaq kimi gəlmək istəyirəm. Başımız üstə yeriniz var. Amma heç kim yazmır ki, mən dəstək olmaq istəyirəm. Bu da bir, necə deyək, startap, könüllülərin startapı deyil də. Bu da bizim bir maliyyə çərçivəsində ərsəyə gələn verilişimizdir. Və ona görə də buradan çoxlu təşəkkürlər eləmək istəyirəm. Bu hissəni keçməyin, çünki həqiqətən də onların mövcudluğu bizim mövcud olmamız deməkdir. Biz bugün yenidən görüşürüksə onların sayəsindədir. Ona görə istəyirəm ki, siz də onların adını eşidəsiniz və elə postunu, bu videonun altında onlara dəstək üçün təşəkkür edəsiniz. Mənim səsimə görə üzrlü sayımə zorla danışıram, amma yenə də danışacağam. Deməli, bugünkü bizim verilişimizin ərsəyə gəlməsində əsas baş sponsorumuz Oba Marketlər şəbəkəsidir. Onlara sonsuz təşəkkür edirəm. Həqiqətən də hər zaman yanımızdadılar və bu layihə elədir ki, bu sırf niş bir sahəyə fokuslanıb və maarifləndirici bir buraxılışları var. Oturub kimsə marketinqi sıfırdan öyrənmək istəyən bizim bütün buraxılışlarımıza baxsa, artıq marketinq təlimi keçmiş qədər olacaq. Hətta deyərdim ki, ölkədə mövcud olan bir çox təlimlərdə, marlabın yox, bir çox təlimləri keçmiş kimi olacaq və bu da çox önəmlidir. Ona görə Oba Marketlər şəbəkəsinə təşəkkür edirəm. Bu arada onların yeni mobil əpi çıxıb. Mən istəyirəm icazənizlə o mobil əpi göstərəm. Üstad zəhmət olmasa telefonu verə bilərsən. Elə onların şərəfinə də biz mövzunu da innovasiyadan salmışıq bu gün. Bəli. Çünki dünən elə bizim buraxılışımız çəkildiyi günün bir gün əvvəl onların artıq startapları var idi. Hansı ki dəstək olurdular gənclərə. Orada da qaliblər oldu, mükafatlandırıldılar. Uğurlu olsun, çox önəmlidir gənclərə, ümumiyyətlə startapçılara, yəni gənclər deyəndə biraz haqsızlıq olur. Çünki bir çox insan bunu müəyyən bir yaşdan sonra... Mənə qarşı. Bəli, yaxşıdır. Bəli, Oba Marketlər şəbəkəsinin Oba Plus mobil tətbiqi var. İndi məndə hal-hazırda burada internet yoxdur, amma indi mən açıb onu sizə növbəti söhbətimizin əsasında göstərəcəm. Oba Plus yenilənən mobil tətbiqi nə edir? Sizə həm qazandırır, həm də rahat alış-veriş etməyinizə səbəb olur. Bunu dünən mən yazdım, həqiqətən baxırdım, araşdırdım, özüm üçün yüklədim. Çox yaxşıdır. Əsas müəllim, belə bir sual verim. Bir də görürsünüz, gedirsiniz marketə, yadınızdan çıxır ki, evdəkilər nəsə istəmişdi, amma nə istəmişdi? Dayanırsınız rəfin qabağında baxırsınız. Ya da zəng edirsiniz, evdəkilər məşğul olur, götürmürlər. Çox rahat həll tapıblar. Nə edirlər? Evdəkilər alış-veriş səbətini yığır onlayn, sizə göndərirlər və siz marketdə həmin o səbətə baxıb öz səbətini də yığmış olursunuz. Dostunuzu əlavə edirsiniz, həm də xal qazanırsınız. Oyun oynayırsınız, bekar vaxtınız var, gün ərzində oyun oynayırsınız. Ən çox xal toplayan həm günün sonunda, həm də ayın sonunda çoxlu xal toplayır və cashback qazanır. Yəni nələr var desəm yeridir, çünki həqiqətən də üstünlükləri çox. Eyniliklə. Biz bununla bağlı yaxşı bir icmal çəkəcəyik Vüsaldan. Oba mobil tətbiqi yeniləndi, plusları çoxaldı. Oba Plus mobil tətbiqi haqqında elə Obanın özündə danışaq. Amma ilk olaraq mobil tətbiqdən bizə ən yaxın Oba mağazasını tapaq. Əla, elə qonşuluqda var imiş. Oba Plus mobil tətbiqi təkcə alış-verişlə yox, həm də oyun oynamaqla cashback qazandırır. Bəli, doğru eşitdiniz, oyun oynamaqla. Amma bununla da bitmir. Cashback qazanmaq üçün
dostunu gətir, o qeydiyyatdan keçsin, sən də bonus qazan. Amma bu şəkildə yox. Oba Plus mobil tətbiqindən dostuna dəvət göndərirsən, o da sənin təqdim etdiyin promokodla qeydiyyatdan keçir və beləliklə sən xal qazanırsan. Nə qədər çox dost, bir o qədər çox xal. Evdəkilər nəsə istəmişdi, nə idi o? Oba Plus mobil tətbiqi bu problemi də həll tapdı. Artıq evdəkilər sizinlə alış-veriş səbətini paylaşır və siz də mağazada rahat-rahat, heç nəyə unutmadan alış-veriş edirsiniz. Əgər məhsulun qiymətini dəqiqləşdirmək istəyirsinizsə, daxil olursunuz qiyməti yoxla bölməsinə və QR kodu oxudursunuz. Budur, məhsulun qiyməti hazır. Ən bəyəndiyim xüsusiyyəti isə internetin olmasa da kəşbek qazana bilərsən. Və 10 ilin qonşusu olan Oba Plus mobil tətbiqində qazandığın kəşbekləri istədiyin şəxslə rahat paylaşmaq şansını verir. Yenilənmiş tətbiqi Play Market və iOS-dan yükləyə, mövcud tətbiqi isə yeniləyə bilərsən. Tətbiqi yüklə, sürətlə daha çox qazan. Bəli, bizə dəstək olduqları məhsullara görə də təşəkkürlər. Hər gün suları dünən girmişdim rəfdən götürməyə və baxdım ki, məşhur markaların yanında düzülüb sadəcə bir dənəsi qalmışdı. Axırda sağ olsun kassirdən rica eləmişəm ki, mümkündürsə mənə suları versinlər. Dedilər, hə, gün ərzində çox satılıb ona görə. Həqiqətən hər gün suları dadı da eyni şəkildə. Kim ki mənim kimi suya qarşı həssasdırsa və hər suyu içə bilmirsə, bunu içəcəksiniz, sizi təmin edə bilərəm. Və Aləmşah çayı da bizim baş sponsorumuzdur. Aləmşah çayı da yalnız Oba marketlər şəbəkəsində satılır və əgər siz də mənim kimi çay sevənsinizsə, həqiqətən təzə dəm çay sevənsinizsə, biz birazdan qonaqlara verəcəyik. İndi yoxdur müəllim, deməyin ki, çay falan yoxdur. Yəni indi olmaya bilər çünki dəmlənir. Prosta xəbərdarlıq edib ki, yəni reklam üçündür, bunu açma, içməyinə. Yo, vallahi açmışam. Keçən buraxılış dəmlədim də qəşəng. İndi də verdim, uşaqlar sağ olsun, dəmləmədə kömək olurlar və kim kömək olur? Əlbəttə ki, bizim bu gün buraxılışımızın ərsəyə gəlməsində podkast studiyası. 2026-cı ilə hədəf qoymusunuzsa ki, mən podkast çəkəcəm. Mən özümün startapımı bu podkast vasitəsilə deyəcəm. Mən danışmağı sevirəm və istəyirəm əhatəmdəki olan insanları da danışdırım. O zaman tam elə Qarmediaya müraciət eləməlisiniz. Niyə? Çünki sərfəli qiymətlərindən, peşəkar dəstəyi ilə studiyanı özünüz görürsünüz. Siz bu hissəsini görürsünüz. İstəsəniz divarların digər hissəsində fərqli dekorasiya ilə də öz podkastlarınıza çəkə bilərsiniz. Ona görə buradan Qarmediaya da təşəkkür edirəm. Onların da əlaqə nömrələrini mütləq yerləşdirəcəm. Nəfəsim tükəndi. Necəsiz məni? Çox sağ olun. Mən də artıq 3-cü ilə keçib operatorumuza, kameramana təşəkkür edirəm. Saytı misal verək. 3-cü ildir ki, artıq bizimlə birlikdədir. Bəli, eynən. Və çəkişləri davam eləyir. Vüsal, çox sağ ol, təşəkkür edirəm. Bizlə sənin yolun, hələ bizlə olan yolumuz uzundur da. Yəni biz davam eləyəcəyik bu yola. İnşallah ki, həmişə canın sağ olsun ki, bizlə davam eləyəsən. Belə deyərlər, necə deyirlər? Pulun çox olsun, amma bizi unutma, yaxşı. Digibum da öz yerində. Digibum agentliyi öz yerində. Sənənə xanım və komandasına çox təşəkkür edirik onlara göstərdiyi dəstəklərinə görə. Əgər sizin də SMM tərəfdən şirkətinizi sosial mediada inkişaf elətdirmək istəyirsinizsə, reklamları tutaq ki, sizin özünüzün başınız qarışıqdır və siz doğru target eləyə bilmirsinizsə, narahat olmayın. Digibum komandasının bütün peşəkarları bu məsələdə sizə dəstək olacaqlar və sizin satışlarınıza da əlbəttə ki, təsir olacaq. Amma düzgün strategiya ilə qurulan sosial media xidmətlərindən gedir. Əgər onu da bizə müraciət eləyə bilərlər. Bəli, bugün maraqlı bir qonağımız var. Mənim belə uzatmağıma baxmayın, çünki ürəyim doludur. Məndən olsa mən çox danışacağam, amma qonağımızın qəşəng sözləri var və istəyirəm ki, özü də çox qəşəngdir. İstəyirəm ki, onunla söhbət eləyək. Yəqin ki, artıq sosial mediada görmüsünüz, Qadın Liderlər Zirvəsi keçirilir. Çox təşəkkür edirəm ki, məni də o zirvəyə spiker olaraq dəvət etmisiniz. Feyzmark komandasına təşəkkür edirəm. Həqiqətən Xədicə xanım layihənin rəhbəri Rafiq bəyə minnətdaram. Düzdür, orada çox adlar var, çəkə bilərəm hər birinə. Və bu Qadın Liderlər Zirvəsinin biz panel olaraq hər birimiz ayrı-ayrılıqda görüşürük. Mənim bəxtimə o qədər qəşəng belə və qəşəng deyərkən həm görünüş olaraq qəşəng, həm də xarakter olaraq qəşəng, eyni zamanda iş olaraq da qəşəng xanımlar düşüb. Üçüncü panel, yəni möhtəşəm bir, bilmirəm o şeydə nə deyirlər, futbol komandası yığılanda qəşəng bir komanda yığılır, nə deyirlər onun adı, futbol, nə? Milli yığım. Olsun milli yığım. Və bugün o xanımlardan biri ilə görüşürük. Qonağımız Təlifə xanımdır. Necəsiz?
Yaxşıyam, çox sağ olun Şəbnəm xanım. Siz necəsiniz? Yaxşı, sizi gözlətdik. Ürəyimiz doluydu. Mənə xoş idi. Mən dinlədim sizin dəstəkçilərinizi. Bəli. Buna da çox sevindim ki, belə bir xoş təşəbbüsü bu qədər çox insan, şirkət dəstəkləyir. Ümid edirəm dəstəkçiləriniz daha da çox olar. İnşallah. Təşəkkür edirəm dəvətimizi qəbul etdiniz, gəldiniz. Mən istəyirəm söhbətimizin əvvəlində birinci qadın liderlər zirvəsinə toxunaq. Sizin orada tanış olduq 3-cü paneldə, düzdür, hələ baş tutmayıb, amma biz panel görüşündə özümüz tanış olduq. Çox maraqlıdır və istəyirəm sizin özünüzün şəxsi fikirlərinizi bu məsələ ilə bağlı alam. Çünki Azərbaycanda kifayət qədər forum var, kifayət qədər zirvələr, görüşlər keçirilir, amma qadınlarla bağlı olan çox barmaqla sayılacaqdır. Yəni hətta 2-dir deyərdim. Onlardan biri də qadın liderlər zirvəsidir ki, o da bu il ikincisi keçirilir. Siz nə düşünürsünüz bundan bağlı? Ehtiyac var idi belə bir şeyə? Düşünürəm ki, əlbəttə ehtiyac var idi. Çünki ekosistemdə, ümumiyyətlə mənim sahəmdən gedirsə söhbət, innovasiya ekosistemində qadınların fəaliyyəti gündən-günə artırdı və burada da insanlar, balacalar, belə deyək də gənclər rol modellər görmək istəyirlər ki, məndən başqa hansı qadınlar nə işləri görüb, nələri eləyə bilərəm, hansı istiqamətdə irəliləyə bilərəm, hansı çətinlikləri yaşayıblar, mənim indi yaşadıqlarımı başqaları da yaşayır. Bunların hamısını demək üçün, onları maarifləndirmək üçün və biz bir növ edirik, hərəkətdəyik, bacarırıq. Siz də gəlin qoşulun, bizimlə birlikdə işləyək, yaradaq, törədək. Bunun üçün belə tədbirlər məncə vacibdir, olmalıdır. Nə yaxşı ki də belə qadın zirvəsi paneli də baş tutacaq. Ümid edirəm bir çox insanın həyatına toxunar, yaxşı mənada, konstruktiv şəkildə ki, onlar da belə deyək də action plan yazarlar özləri üçün, deyərlər ki, mən bu hədəfə çatmaq istəyirəm və o hədəf yolunda addımlayarlar. Eynən düşünürəm. Mən çox şanslıyam bu məsələdə ki, ətrafımda həqiqətən xanımlara dəstəkləyən, istəyir bəylər olsun, istəyir xanımlar olsun, çoxdur və bu çox sevindirici bir haldır. Bizim paneldə də əslində bu məsələ ilə biz daha çox müsbət tərəflərini danışmağa çalışacağıq. Əlbəttə ki, çətinliklər olur, əlbəttə ki, maneələr olur. Bunlara da toxunacaq. Amma mən bunu yenə də qadın və kişi olaraq pozitiv baxmağa çalışıram. Qadın və kişi olaraq bölməməyə çalışıram. Əlbəttə ki, qadın olaraq özünün başqa çətinlikləri var, kişi olaraq başqa çətinlikləri var. Bir işin ərsəyə gəlməsində, hansısa bir karyera yolunda, istəyir şəxsi həyat yolunda. Amma daha çox pozitiv tərəfdən baxacaq və biz görüşəndə də əslində panel olaraq bizim moderatorumuz da Aysel xanımdır və Aysel xanımla da görüşəndə daha çox pozitiv tərəfdən danışaq deyə razılaşdıq ki, çünki bu bəli, əlbəttə ki, mövcud çətinliklər olur, mövcud maneələr var, amma aşa biliriksə biz necə aşdıq, onlardan danışacaq. Yox, aşa bilmədiyimiz maneələrin öhdəsindən necə gəlirik, onlardan danışacaq. Düşünürəm ki, siz də elə 7 martda, düz o deyir 8 mart ərəfəsində özünüzə eləyə biləcəyiniz ən yaxşı hədiyyələrdən biri məhz o zirvədə gəlib iştirak etməyinizdir, dinləməyinizdir. Tək bizim paneldən söhbət getmir əlbəttə ki. 3 panel olacaq və düşünürəm, mən xüsusilə keynote speakeri gözləyirəm Qamizə xanımın, hansı ki Big Chefs restoranlar şəbəkəsinin təsisçisi də sıfırdan yaradıb, biznesini yaradıb, qoyub təzədən bir də sıfırdan yaradıb. Çox gözəl hekayəsi var. Onu da səbirsizliklə gözləyirəm bu məsələdə. Müəllim, əlavəniz varmı belə bir zirvənin keçirilməsinə? Əlavəm yalnız xoş sözlər ola bilər. Yəni indi Facemark komandası artıq çeşidli tədbirlər həyata keçirir, belə platformalar yaradıb və bu da təbii ki, iş insanlarının, ümumiyyətlə fərqli sahədən olan insanların öz hekayəsinə bağlı və bu hekayənin də bir təbliğat effekti var bazarımızla bağlı. Bəzən olur, düşünürük ki, mən iştirak edeyim, oradan nə götürəcəm, əli dolu qayıdacam, yoxsa əli boş qayıdacam. Amma bəzən olur ki, bütün tədbirdə sadəcə bir cümlə və ya bir çıxış sənin üçün bir motivasiya olur. Sən düşünürsən ki, əslində mən bu yolda fikirlərimi daha fokuslu tuta bilərəm. Heç bir şeyə baxmadan belə bir tədbirlərin, platformaların mövcudluğu lazımdır. Təbii ki, onlar belə öz təcrübəmizdə də götürəndə, baxanda görürük ki, hansısa bir, misal üçün, tədbir öz qənaətimizə görə tam istədiyimiz kimi olmadı, amma ən azından bir mühit dəyişikliyidir, ən azından bir fikir mübadiləsidir, fərqli fikirlərin dinlənmək üçün bir yerdir. Ancaq müsbət baxıram, o ki, qaldı xanımlarla əsas bağlı olması. Təbii ki, mən də belə, üzr istəyirəm,
iki qız övladının atası olaraq xanımları daha çox dəstəkləməyə çalışıram ki, elə görürəm, yəni nə qədər əslində bəzən düşünürük ki, bir kişi olaraq, bəy olaraq güclüyük, amma mən onu tam hiss edirəm, görürəm ki, doğrudan da xanımlar daha güclüdür. Yəni onların iradəsi, onların fərqli düşüncəsi, məsələlərə fərqli yanaşması, iddialı olması təsadüf deyil ki, özünüz də şahidisiniz. Əvvəl 4 il bundan qabaq əgər özünü inkişaf elətdirmək istəyən insanlar o statistikasına baxırıq. Bizim indi kiçik, balaca bir statistikamız var. 50-50 idi, yəni bəylər də və xanımlar da 50-50-yə bizim elə təlimlər olsun, istər başqa bir istiqamətdə müraciətlər olsun, xidmətlə bağlı 50-50-yə deyərdik, yəni bölgüsünü. Amma indi hal-hazırda günü-gündən kişilərin payı azalır, bəylərin payı azalır bu aktivlikdə və xanımlar əksinə önə keçir. Buna yalnız sevinmək olar. Eyniliklə. Və istəyirəm qaydaq artıq Marketing Talks-a. Bu arada Facemark'ın da 15 yaşı tamam oldu. Onlara da təşəkkür edirik buradan ki, bizi öz ad günlərinə dəvət elədilər. Sözün əsl mənasında çox gözəl bir ortam idi. Buradan təbrik və davamlı olsun, o 15 2 qat olsun, 30 olsun, 45 olsun və biz də hər dəfə gələk, iştirak edək. Minnətdarıq, çox sağ olun, təşəkkür edirəm. Qaydaq Marketing Talks-a. Təlifə xanım, ilk olaraq biz indi artıq buraxılışımız 15 dəqiqədə az qala başlayıb. Amma mən yenə də sizdən bizim Marketing Talks-un ənənəsi olaraq sizdən ricam özünüzü tanıtmağınızdır. Mən Təlifə İskəndərli, artıq 10 ildir ki, innovasiya ekosistemində çalışıram. Əvvəllər innovasiya ekosistemi oyuncusu tərəfində idim. Hardakı təlimlər, tədbirlər, inkubasiya, akselerasiya proqramları təşkilatçısı tərəfində idim. Son 2 ildə artıq sahibkar kimi fəaliyyət göstərirəm. Öz şirkətim var, öz digər belə deyək fəaliyyətlərim var. Onlarla davam edirəm. Yəni qısacası belə. Aha, yaxşı. Siz maraqlıdır ki, həm necə deyirlər, o işin mətbəx tərəfini görmüsüz artıq və onun da üzə çıxan tərəfi, biznes tərəfini də görmüsüz və siz bizim söhbətdən əvvəl də dediniz ki, indi məcazi olaraq təbii ki, dediniz ki, yorğunluqdur, bu bir həqiqətən bəzən dayanıb bu mənə lazım idimi deyə bir sorğulama müddəti olur, çətin bir dönəmdir. Ki bunu bütün sahibkarlar keçir, söz yox onda. Amma maraqlı ki, mən sizin müsahibənizə baxanda ümumiyyətlə siz daha çox sistemdən danışırsınız. Mənə maraqlıdır, bu sistemin vacibliyi sizin üçün nə qədər önəmlidir və siz onu öz biznesinizə nə qədər tətbiq edə bilmisiniz? Çox önəmlidir. İlk növbədə onu vurğulamaq istərdim ki, düzdür, mətbəxi görmüşdüm və ətrafımda həmişə founderlar çox olubdu. Founderlarla əlaqədə olmuşam. Çünki birinə investisiya lazımdır, birinə akselerasiya proqramı lazımdır və s. kimi. Amma ki, işin bu tərəfinə keçəndə, yəni sən bir var ki, restoranı idarə eləyirsən, biri də var ki, şef-poversən. Şef-pover olanda o yeməyi, nəticəni sən qoymalısan ortaya. Onda tamam başqa cür olur. Bu günləri gələndə elə sizə dedim ki, çox yorğunam, yuxulayam, çünki saat 3-də yatmışam. Və sahibkar olanda əvvəl də işləyirsən, işgüzar insanlar bilər, başa düşər ki, işləməyi sevən insan həmişə işləyir. Amma bir momentdə sən dayana bilirsən də, başqasının işi olanda deyirsən ki, sonra eləyərəm də, niçivo, müdürdür də, bir-iki dən bazlayacaq məni, sonra düzəldərəm. Amma burada sənin üstündə də sənsən, yanında da sənsən, arxanda da sənsən və başa düşürsən ki, sən bu günləri bunu eləməsən, sabah bunu sənə heç kəs verməyəcək, nəticədə sənə heç kəs verməyəcək. Maaşlarını da əməkdaşların sənə heç kəs gəlib qabağına qoymayacaq ki, al maaşları ödə. Bu tamamilə başqa bir psixologiyadır və əlbəttə ki, bu bəzən yorur. Səmimi deyim ki, çox vaxt yorur. Çünki hər ayın sonu o dərd hər gün başlayır da, cash flow problemi, o problem və s. Amma hər ayın əvvəlində, hər dəfə sən hansı bir kiçik belə nəticə belə görəndə, bu səni o qədər xoşbəxt eləyir və o qədər irəli atır ki, sən yenə də davam eləyirsən. Və əlbəttə ki, bunu sistemləşdirməlisən. Sistemləşməyən heç bir şey, yəni xaotik gedən hər bir şey uduzmağa, fail olmağa məhkumdur da, belə deyək. Sistemləşmə də hər kəsin öz sistemləşməsi var. Çünki mən inanıram ki, hər founderın, hər sahibkarın
öz düşüncə tərzinə uyğun, ona uyğun şəkildə yaratdığı bir mexanizm var. Mənə görə mənim doğrularım sizin doğrularınızla üst-üstə düşməyə bilər. Mən şeyə də inanmıram ki, mütləq hər şey korporativləşməlidir, mütləq hər şey bir çərçivədə olmalıdır. Hər kəsin yolu fərqlidir. Hər kəsin belə deyək də bünyəsi də fərqlidir. Mən saat 3-ə kimi hər gün yatmayıb işləyə bilərəm, amma bəzisi üçün bu şey ola bilər. Yəni qorxuducu, mümkünsüz ola bilər. Ona görə də mənim sistemimi mən heç vaxt hər kəsə dayatmıram. Mən belə edirəm, kiməsə uyğundursa belə edə bilər. Mən misal üçün az əməkdaşla çalışmağı sevən insanam. Çünki mənim təxəyyülümdə az insan, bir ownership, bir məsuliyyət, o onu eləsin, tamamlasın, ondan sonra mənə ötürsün, mən eləyim, mən də maksimum 3-cü, 4-cü şəxsə ötürüm. Mənə belə işləmək daha rahatdır. Çox iş olanda korporativləşməyə gedirsən, o korporativləşmədə də o səhv eləyir, bu səhv eləyir, o eləyir. Balaca başlamış startapda mənim elə vaxtım yoxdur ki, bir ay gözləyim. Mənə bugün lazımdır. Mənə hətta dünən lazımdır bu taskın tamamlanması ki, bugünlər investora göndərim və yaxud da ki, customer'a satmağa başlayım. Ona görə az komanda, çox iş və məsuliyyəti dərk edən insanlarla işləmək mənim bütün sistemimi əslində tamamlayır. Plus indi AI agentlər sağ olsunlar, nə yaxşı ki varlar. Tamamilə başqa levela aparıblar bizi, daha da sürətli eləyiblər. İndi əvvəllər şikayətlənə bilərdiksə ki, az adamdır, çox iş görürük. İndi az adamı, amma effektiv iş görürük. Onun da AI-in nəticəsi, dəstəyi çox böyükdür burada. Əla. Maraqlıdır ki, indi siz yalnız öz biznesinizi yaratmamısınız, həm də yaradılan digər bizneslər, startapların özlərində də iştirak etmisiniz, baxmısınız, kənardan da müşahidə etmisiniz. Ən çox harda səhv edilir? İdeya mərhələsində yoxsa icra mərhələsində? Yaxşı sualdır. Çox yaxşı sualdır. Mən deyərdim hər ikisi. Çünki o qədər qarşılaşmışam ki, ideyası super əla deyirik ki, bu 100% tutacaq. Amma icrası onu tamamilə saf və yaxud da ki, başqa yola aparır. Səhv demək doğru olmaz. Mən inanıram ki, ümumiyyətlə hər şeydən qabaq doğrudan da insanlardan çox şey asılıdır. Yəni founderlardan, komandadan çox şey asılıdır. Bəzən elə olur ki, bilirsən ki, bu nə ideyadır, bu ümumiyyətlə tutmaz. Amma onu elə adamlar eləyir ki, təcrübəsi, ambisiyası, istəyi, iradəsi böyük olan insanlar və əlbəttə ki, satış qabiliyyəti yaxşı olan insanlar. Yəni bunu qaldırırlar, başqa bir şeyə çevirirlər, belə balaca bir şeyi dağ boyda eləyirlər və onu o qədər yaxşı satırlar ki, sən məhtəl qalırsan ki, bunu necə elədilər. Ona görə də mənim sizin sualınıza cavabım burada olardı ki, nə ideya, nə icra əsas olan insanlardır. Çünki onların vizyonları, onların iradəsi balaca bir ideyanı da, belə deyək, vizyonsuz ideyanı da çox qabağa irəliyə apara bilər. Maraqlı yanaşmadır. Bəs onun sonu olarmı deyə, o da ayrı bir sualdır ki, yəni aparmanı aparırlar, amma nəticə olaraq necə nəticələnir? O da maraqlı bir məqamdır. Nəticə əlbəttə ki olur. Yəni deyənə dediyim kimi insanlardan çox şey asılıdır. O insanın qarşında məqsəd qoyubsa ki, mən unicorn startup istəmirəm, mən bunu satış eləmək istəyirəm. Bunu $300,000 da satmağı mənim üçün successdir. O artıq özünə qoyduğu successdən asılıdır da. Mənim üçün bunu $100 da satmaq successdir, $300,000 da, 3 milyona da və yaxud da ki, heç satmamaq. Prosta mən bununla PR eləyib, öz self-brandingimi yaradacağım, ondan sonra başqa yerə gedəcəm işə düzəlməyə və s. Hansı prizmadan baxdığımıza baxır. Həmin o insanın istəyinə, nəticə almaq istədiyi şey nədir, ona da baxmaq lazımdır. Və mən düşünürəm ki, illaki nəticə olur. Doğru insanlar eləyirsə əlbəttə ki, misal üçün hansı ideyanı deyə bilərik ki, elə bir komanda eləyib ki, çox şaşırmışam. Toğrul Səməd, səhv eləmirəmsə, misal üçün onun ideyası çox maraqlıdır. Mən heç vaxt düşünməzdim ki, elə bir şey ola bilər və yaxud da ağlıma gəlməzdi də, yəni mənim yaratdığım, yaradıcılığım başqa sferadadır. O onu irəli sürübdür və
onun hal-hazırda successful olmasının səbəbi Toğrul bəyin özüdür məncə. Çünki o insan elədir, belə təşəbbüskardır, iradəsi güclüdür, biraz debatçı insandır, satış qabiliyyəti yaxşıdır. Ona görə özünü çox yaxşı qoruyur, öz ideyasını arqumentləşdirir və satır. Successful-durmu? Successful-dur və burada heç kəs belə deyək də təqzib edə biləcək bir söz deyə bilməz onun successful olmaq kriteriyasına. Mənim düşüncəmdə. Əla. Mənim sizin də təcrübəniz olub bu sahədə. Maraqlıdır, siz nə düşünürsünüz? Ən çox ideya mərhələsində yoxsa icra mərhələsində səhv edilir? Mənim belə deyək, hər hansı bir startapın nə müəllifi olmuşam, nə də ki belə lap başlanğıcda. Amma siz də kənardan bir amma məncə ən yaxşı elə müşahidəçi elə kənardan müşahidə edirəm. Prosesin özünü dəyərləndirmək üçün və təbii ki, niyə də yox bir sınaq nöqteyi nəzərdən yanaşmam olub. Akselerasiya proqramında iştirak eləmişəm. Biz tanışıq artıq həmin proqramla. Birinci növbədə mənim şəxsi qənaətim budur ki, biz hansısa belə deyək də startapda bu tək olaraq sonra ətrafına bir komanda toplamaq və yaxud da bir komanda ilə bu işin içinə girmək. Birinci növbədə bilirsiniz, məsələn, biraz paralel aparacağım, istəmirəm qəliz səslənsin. Misal üçün, mən bir müəlliməm və müəllim kimi hansısa bir istiqamətdə tədris eləməyi sevirəm. Deyək ki, bir riyaziyyat müəllimiyəm, riyaziyyatı sevirəm, məsələn. Bu mənim şəxsi sevgimdir. Okay? Bəzən bu sevgini gətirib lazımsız səviyyədə pul qazanmağın içinə daşıyırlar. Okay. Lazımsız səviyyədə pul qazanmaq. Nə maraqlı səsdir. Lazımsız səviyyədə daşıyırlar. Daşıyırlar, hə. Bəli, lazımsız səviyyədə pul qazanmaq məsələsinin içinə daşıyırlar. Nəyi demək istəyirəm? Ya ideyanı verən özü və yaxud da ki, ideyanın ətrafında toplaşan insanlar, onlar şəxsi həvəsi, şəxsi sevgisi, məhəbbəti ilə müştəri problemini səhv salırlar. Okay? Yəni tam hələ rüşeymində, ideyanın rüşeymində. Yəni amma işin əsas qayəsi sənin müştərinin, yəni gördüyün bir müştərinin, istifadəçinin və yaxud hər hansı bir formada bunu ifadə eləsək, sən o problemi ümumiyyətlə boşluğu görürsən, görmürsən məsələsidir. Okay-mi? Bəzən olur ki, əslində problem deyil, ona elə don geyindirirlər ki, güya bu boşluqdur, bu problemdir. Okay? Yəni, bilməm, fikrimi izah edə bilirəm, yoxsa yox. Yəni, bu artıq ideyanın rüşeymində özünü, belə deyək də, allatmaq deməkdir. Okay-mi? Nə qədər sən onu satsan da, bu mənim şəxsi qənaətimdir, yəni bir problem kimi, belə deyək, don geyindirib ona, bir boşluq kimi don geyindirib, nə qədər satmağa çalışsan da, bir yerdə sən anlayırsan ki, əslində doğru yolda deyiləm. Yəni, sadəcə mən bunu çox şişirtmişəm, bu məsələni. Və yaxud da ki, təsir edən elə məsələlər var ki, ideyanın özünə. İndi təbii ki, bu miqyaslanma məsələsidir və yaxud da problem, o da məsələn, ideya çox gözəl ola bilər, amma miqyaslanma problemi çıxır startapda ortalığa. Bazara girmək, investora özünü satmaq və yaxud da ki, belə deyim sizə, məsələn, pərakəndə tərəfdə hardasa düşünürsən ki, insanlar bunu istifadə edə bilər, bilməz, amma bəzən startaplar olur ki, onlar B2B-lər üçün yəni həllərdir və yaxud da dövlət qurumları üçün, B2B-lər üçün həllər artıq düşünülür. İşin başında çox sadə başlamaq məsələsi var və sadə, belə deyim də, sadəlöv düşünüb başlamaq məsələsi var. Bəzən də olur ki, heç düşünmədiyin halda əslində, belə deyək də, hansısa bir argumentasiyada və yaxud da ki, brainstormingdə əsl problemi kəşf edirsən. Yəni, sən yolun başında başqa bir şey fikirləşirdin, amma insanlar ətrafında o qədər faydalı, nətər deyim, argumentasiya edirlər məsələni ki, sən, yəni challenge edirlər bir növ ideyanı və sən sonda başa düşürsən ki, bəlkə də yolu dəyişmək lazımdır və yaxud da ki, düzgün bir istiqaməti
çəkmək lazımdır, bu ideyaya birləşdirmək lazımdır. Belə, yəni mənim üçün əsas faktor, yenə də müşahidələrimə əsaslansam, yenə də o istiqamətdə araşdırdığım məlumatlara əsaslansam, mənim üçün əsas faktor rüşeyimində olan faktordur. Yəni o rüşeyim əgər sağlam olmasa, onu yolda nə qədər, sonra gəlir bir Frankenstein bir ideyaya çevrilir. Yəni əvvəldə çox sadə bir şey ola bilər ki, sən o naxışı tutasan, o boşluğu hiss edəsən və tək onunla, bilirsiniz nətər, o naxışı tutmaq sənin o layihənin həm investor qarşısında, həm də gələcəkdə marketinq nöqteyi nəzərdən uğurunu artıq rüşeymində müəyyən eləyir. Okeymi? Yəni yoxsa əvvəldə sənin ideyan bişməyib və yaxud da ki, necə deyim sizə, o problemin, o xəstəliyin həlli deyil və yaxud da problemin həlli deyil, amma sən onu sonra başlayırsan bəzəməyə, düzəməyə, investora da bir təhər satırsan, falan edirsən, amma sonra baxırsan ki, yox, qısa müddətli bir hansısa bir özünü göstərə bilir, amma sonra bu ya böyüyə bilmir və yaxud da ki, sən bunu elə bismillah deyə başlamısan, artıq rəqiblər çox gözəl bir həllər qoyub ortalığa ki, sənin o gördüyün məsələdən də ziyadə kənarda bir şeylərdir. Maraqlı məsələdir. Tərifə xanım, belə bir şey soruşum, özümə şəxsən çox maraqlıdır. Yəni investor düşüncəsi ilə heç vaxt düşünə bilməmişəm də ki, bu necə olur, maraqlıdır. Seçim zamanı ən çox nə müşahidə etmisiniz? Daha çox məntiqi seçim eləyirlər, yoxsa bir hissə dayanaraq seçim eləyirlər? Əlbəttə ki, ikisinin də qarışığı deyərdim. Çünki first impression deyilən bir şey var. O çox önəmlidir. İlk təəssürat. O çox önəmlidir. Ondan sonra da əlbəttə ki, məntiq. Mənim bir addım geri gedib bu Əli müəllimin dediyi məsələyə qoşulmaq istəyirəm və əlavə fikirlərimi demək istəyirəm. Çünki sırf investisiya ilə bağlıdır. Mən tamamilə razıyam ki, ideya çox önəmlidir. Əlbəttə ki, ideya ilə başlayırsan yola. Amma ki, startup elə bir şeydir ki, canlı orqanizmadır elə bil. O canlı orqanizmaya hər dəfə müdaxilələr olunur. O müdaxilələrdə sizin müştərilərinizdir. Müştərilər o qədər geri dönüşlər eləyə bilərlər ki, bu mənə lazım deyil, bu mənə lazımdır, mən bunu istəyirəm, mən bunu istəmirəm, buranın rəngi xoşuma gəlmir və yaxud da ki, siz cancel düyməsini burada basmırsınız, mənə bu narahat eləyir, sizin taksiləriniz mənə narahat eləyir və s. kimi və sən hər dəfə onlara həll yolları verməlisən. Hər dəfə, yəni mütəmadi şəkildə elə bir ki, sən sonsuz bir uşaq böyüdürsən və o uşağın ehtiyacları bitmir və əsla bitmir. Hər dəfə bu həm kost deməkdir, həm yorulmaq deməkdir. Ona görə də ideya zaman çərçivəsində təzə başlayanda pivot da eləyə bilir, tamam başqa yola gedə bilir. İnvestorlar misal üçün gəlib deyə bilər ki, bu sadə bir həll yolu da ola bilər ki, sizin sadə bir problemi görmüsünüz, sadə bir həll yolu təklif eləmişsiniz, amma sizin müştəriləriniz artıq ondan kifayətlənmirlər. Deyirlər ki, bu varsa, gəlin bu da olsun ki, hal-hazırda dünyada tendensiya var da, super app ki, hər şey bir yerdə olsun. Mən artıq özümü incitmək istəmirəm. 10 dənə şey üçün 10 dənə fərqli app olmasın. 10 dənə şey üçün bir dənə app olsun və bunun da psixolojik olaraq, yəni siz məndən daha yaxşı bilərsiniz, marketinq sahəsində ekspertlərsiniz. Dünyada uzun illərdə artıq eyniləşdirmə psixologiyası gedir də. Yəni minimalizm olsun, bu old money style geyinmə olsun, clean girl və s. mindsetləri var da. Bunlar hamısı nəyə görədir? Bunlar hamısı rahat idarə etmək üçün, customerların hamısını bir qrupa toplamaq üçün və o qrupaya target eləyib rahat satış etmək üçündür. Amma son illərdə biz artıq nə görürük? İnsanlar bezib. Eyni olmaqdan, hər kəsi özünü elə bir ki, güzgüdə görürsən, hər kəs eynidir və yeni tendensiyada fərqliləşməyə başlayırlar. Misal üçün, bəlkə görmüsünüz ki, AirPods-ları çıxardıb cəmaət şnurlu şeylərə keçir ki, mən back to old stuff və s. istəyirəm yaşamaq. Daha sonra belə deyək, minimalizmi vəbşə həyatından çıxardan insanlar və s. var ki, mən artıq individ olaraq özümü kəşf edib, özümü tanımaq istəyirəm. Və belə olduqda yeni trendlər də bizim
həm yaratdığımız ideyaları, həm də ki investorları çox dərin bir şəkildə etkiləyir və burada biz artıq oturub belə deyək, papaqımızı qoymalıyıq, qarşımıza düşünməliyik ki, mən hazırammı bu yola gedim, bu yolda yaradım. Qəbullanmaq lazımdır ki, həmişə dəyişəcək. Dəyişməyən heç bir şey olmayacaq orada. İnvestor da gələndə isə, investor yenə mənim gördüyüm və mənim təcrübəmdə ki, həyatımın yarısını investorlarla, startapları birləşdirməklə keçirtmişəm. Orada gördüyüm tək məqam birinci investor foundera baxır. Yenə də nəyə görə deyirəm, founder çox önəmlidir. Foundera baxır. Bunun kapasitesi varmı? Təklif elədiyi ideyanı eləyə bilmək, yəni backgroundu, təcrübəsi varmı? Bu adamın anlayışı varmı ümumiyyətlə bundan? Birinci bu. İkincisi ümumi ab-hava, necə tanış olublar, necə söhbət irəliləyib və s. onlar da çox önəmlidir. Çünki investorla getdin, indi bizdə bir çox adam gəlib məndən soruşanda deyir ki, sən necə investisiya raise eləmisən və yaxud da ki, elətdirmirsən? Bu bir günün içərisində və yaxud da 2 gün içərisində baş verən mexanizm deyil. Mən getdim investora dedim, salam əleykum, mənim belə bir ideyam var. Mən kiməm ki, mənim qara qaşıma, qara gözümə, qara da deyil, ki, investisiya olunsun. O uzun bir prosesdir. Bəzən bu minimum 6 ay, 12 ay və daha çox çəkə bilər. Çünki investor deyə bilər ki, mən ideyamı bəyəndim, sən də biraz buralarda fırlan, baxım görüm necəsən, ondan sonra baxarıq. Belə olur bu mexanizmlər və qərar vermə müddəti də uzun olur əslində. Uzun olmayan кейslər də var. O da nədədir ki, bayaq Facemarkdan danışdıq, tədbirdən danışdıq. Niyə görə tədbirlər önəmlidir? Çünki network. Siz orada network qazanırsınız. O insan sizi tanıyır və referans dura bilir sizə ki, mən güvənirəm bu adama. Mən də investisiyaya qoyacağam. Prosta sən daha çox qoyarsan ya da ki, bərabər girək, investisiya eləyək. Orada qərar vermə belə deyək, müddəti qısalır. Çünki sənin network'ın orada işə girir, sənin tanışların və səni tanıyan insanlar sənə dəstək olurlar. Və orada da gördüyünüz kimi həm hisslər var, həm məntiq var, həm traction var, startupın sənin gəlirlidir, gəlirli deyil, customerların feedbacki nədir, necə deyil, sən harada şirkətləşmisən, sən pulun hardan gəlir, birinci investisiyanı kim qoyub və s. kimi məsələlər var. Amma mən öz fikrimdə yenə də qalıram. Əlbəttə ki. Nüvə dəyər core value dediyimiz məsələdə. Yəni add-onlar öz yerində, zaten vizyon varsa o add-onlar gələcək onun arxasıca. Amma core value mütləq olmalıdır. Çünki core value olmayandan sonra add-onlar sadəcə fəzada mövcud ola bilməz. Yəni nüvə dəyəri deyək də, yəni kök dəyər olmasa bir ideyada, onun add-onları da hətta generasiya eləmək çətinləşir. Onda razıyıq məncə. İkimiz də onda razıyıq. Çünki hər bir startupın dediyimiz unique value proposition olmalıdır da. Səni digərlərindən ayırd edən nə var? Sən, misal, bayaq qeyd elədiniz ki, mən bir şey yaradaram, başqasının pulu daha çox olar, gələr rəqib şirkət mənim 3 ayda yaratdığımı 2 gündə yaradar. Demək ki, sənin unique value proposition zəif idi. Səni fərqləndirən cəhət o qədər də çözülməsi çətin deyildi. Sənin çözülməsi çətin olmalıdır ki, sən startupçısan, sənin pulun yoxdur. Hətta mən səni qabağa atsın. O unique dediyiniz məsələyə bizdə fərqləndirmə tək istəmirəm algılansın, yəni şəxsi olaraq əlavə məlumat vermək istəyirəm. Bəzən biz uniqueliyi yalnız fərq, sözün hərfi mənasında fərq kimi qəbul edirik, amma əslində problemi nə qədər unique həlli səndədir deməkdir. Nə qədər mükəmməl həlli səndə deməkdir. Yəni bu o demək deyil ki, məsələn A bunu bu formada həll edirsə, mən B bunu başqa bir formada həll edeyim. Nə qədər mükəmməl həll edirsən, uniqueliyi bax o məsələdir. Maraqlı məqamda əslində mən həm də düşünürəm ki, startupı ərsəyə gətirənlərin böyük əksəriyyəti, yəni çox gənclər, yəni gənc olaraq nə mənada, yəni hələ də özünü kəşfdə olan gənclərdir. Və şəxsən müşahidim çox belə şey olmayıb, kəskin olmayıb, amma müşahidə etdiyim qədərilə razılaşdırıla bilməyən məqam nə olur? O qədər öz startupına bağlanır ki, o qədər onu mükəmməl görür ki, bəzən kənardakının şərhləri onun üçün şey gəlir.
gəlir də. Yəni biraz neqativ, boş gəlir. Ki yox, sən mənim qədər yaxşı bilə bilmərsən, sən mənim qədər bunu sevə bilmərsən. Amma bəzən bu eqonu və yaxud da bu istəyi biraz kənara qoyub bir başqalarının gözü ilə də baxmaq lazımdır ki, indi mən bu gün 5 çörək yemişəmsə, o bir 6 çörək yeyib də bu 6-cısının dadını bilir də. Bəlkə mən bir ondan soruşum. Düşünürəm ki, biraz da o startapdan, ideyadan gəlib biznesə qədər reallaşmasının qarşısına alan məsələlərdən biri də budur. Tamamilə haqlısınız, razıyam. Bilmirəm, müəllim də razı olacaq. Çünki bu şeydir də, öz ideyasına aşiq olma durumu. Bəli. Çox olur, ciddən bir çox insanın da fail olmasının məncə səbəblərindən biri də budur ki, aşiq olmayın qardaş, flört eləyin öz ideyanızla. Bir dənə də belə bir şey deyəcəm sizə, maraqlıdır mənə, buraxışımızın sonuna yaxın. 2 dəqiqəlik fasilə verək, deyir, o unik ideyalardan söhbət getdisə, mən də burada deyir, o unik olan bir şey, yəni çayımızı süzüm qəşəng, ondan sonra davam eləyək. Bir də mən çay verim də qonaqlarımız. Sən desən, bayaqdan 40 dəqiqə mən çay verməmişəm cəmaata. Çaylarımızı süzdük, Oba Marketlər şəbəkəsinə Aləm Şah çayına görə təşəkkür edirəm. Çox sağ olun və söhbətimiz davam edir. Mən istəyirəm burada biraz söhbətin istiqamətini marketinq yönə, bizim podkastın adına uyğun marketinqə dəyişim. Bu yaxınlarda belə bir şansım oldu. Sabah Hub'ın bir dəvəti ilə getdim, orada startapçılar biz brend kommunikasiyasından daha çox danışdıq, brend strategiyasından danışdıq, həm də brendinq strategiyasından danışdıq və maraqlı idi ki, gənclərin böyük əksəriyyəti təbii ki, orada startapçılardır. Mən gördüyüm qədərilə bu oldu ki, marketinq onların fikrində loqodan, reklamdan və investorun qarşısına qəşəng bir təqdimatdan o tərəfə keçmir. Yəni öyrənmək istəyənlər çoxdur, amma burdan o tərəfə keçmir. Yaxşı, maraqlıdır ki, marketinq bu elə sizin öz şəxsi təcrübənizdə hansı mərhələdə hiss etdiniz onun yoxluğunu, yoxsa əvvəldən qurmuşdunuzmu siz və ümumiyyətlə təcrübənizə görə hardan daxil olur? Sıfırdan elə ən başlayanda daxil olur. Yəni marketinq ayrı, biznes ayrı məfhumlar deyillər. Bunlar bitişik məfhumlardır. Necə deyim, finance bu biznesin bir hissəsidir, marketinq onun digər bir hissəsidir. İlk iştirakçıdır ki, tam nöqtəni vurdu mərkəzə. Doğrudan. Reallıq budur. Amma üzr istəyirəm, daha doğrusu gerçəklik budur, amma bizim reallıqda yaşadığımıza baxdığımız zaman mən dediyim kimi maraqlıdır ki, onlar başlayanda biznesə maliyyə tərəfində fikirləşirlər, IT tərəfində fikirləşirlər, bunun sistem tərəfində fikirləşirlər. Amma marketinqə gələndə deyir ki, 1-2 dənə post paylaşacağam, mənə əsas investor görsün, loqosu yaxşı olsun. Məsələn, bu loqo söhbəti niyə vurğulayıram? Belə bir sual cavab olmuşdu ki, mən loqoları əslində əlimə də təqdimatımı göstərmişdim. Mən həmişə birinci işimi əlimə göstərirəm. O bəyənirsə ondan sonra keçirəm. Orada bənzər loqolar var idi. Məsəl üçün biz real həyatımızda Apple-ın dişlə tutaq ki də tərəfinin sağda yoxsa solda olduğunu birdən-birə soruşsalar yadımıza düşməyə bilər və yaxud da Chrome-un rəngləri yadımıza düşməyə bilər. Monopoly loqosu. Eynən. Yəni bunların hamısı birdən-birə ilkin təəssüratda yaranır. Amma baxanda o təəssürat bizdə yaranır ki, hə bu Apple-dır, bu Chrome-undur, bu başqa bir markanındır. Onlar deyir ki, bəzilər 1-2 nəfər hətta deyim ki, gəldilər şeydən sonra, bizim təqdimatdan sonra ki, mən deyir uduzduğum məqam loqoda olub. Deyirəm necə uduzduğum? Yəni loqoya mı əhəmiyyət verib? Deyir yox. Mən o qədər loqoya əhəmiyyət vermişəm ki, təqdimata gecikmişəm və əsas təqdimata fokuslanmamışam, loqoya fokuslanmışam və mənim təqdimatım zəif olub. Baxanda deyirsən ki, axı o deyildi. Deyir, indi mən başa düşdüm ki, mən gərək bu qədər çox önəm verməzdim də. Yəni sadə, onu təmsil edəcək bir loqonun üzərində dayanardım. Mən deyir, təqdimatımda daha çox dərin məqamlara gedə bilərdim. Ona gedə bilmədim deyə uduzdum. Bu məqama görə soruşuram ki, bax burada harda onun reallığını hiss edirlər? Mən sizə səmimi bir şey deyim. Mən marketinqi sadəcə olaraq loqo və yaxud da təqdimat kimi görmürəm. Mənə görə bu bir belə düşüncə tərzidir. Çünki bugünkü dünya bizim marketinq nəticəsində gəldiyimiz bir dünyadır. Mən 2 il bundan qabaq ilk dəfə Amerikaya gedəndə oradan qaydanda dedim ki, bu Amerika marketinq bubble'dır. Mən Amerikanı heç sevməyib, heç bəyənməyib qaydan insanlardanam. Və demişdim ki, bu marketinq bubble'dır ki, filmlərdən, sosial mediadan və s. gördüyümüz reallıq tamam fərqlidir orada. Və marketinq bizə düşüncə tərzini yaradır. Xüsusilə də 2026-cı ildə yeni şirkət yaradanlar və yaxud da ki, yaratmağa davam edən insanlar məncə çox diqqətli olmalıdırlar bu sahədə. Çünki customerlar, müştərilər artıq çox daha ağıllı olmağa başlayıblar. Bu
keçən illərin sonlarında McKinsey-nin 2026 üçün olan raporunu oxuyurdum. Orada qeyd olunmuşdu ki, bəs 2026-da müştərilər əvvəlkindən qat-qat daha ağıllı olacaqlar. Çünki məntiqən neynirlər? Hər kəs artıq ChatGPT-dən, Gemini-dən və s. soruşur. Mən bunu eləyim, mən bunu alım. Gemini-də orada belə balaca xülasələrlə yazır ki, bunun tərkibi budur, bunun da belə olacaq, bunda belə olacaq. Sən bundansa get bunu al və s. Artıq sənə təkliflər də sunduğu üçün müştəri də daha da ağıllaşmağa başlayıb. Demirəm ki, hər kəsin IQ-su birdən-birə qalxacaq. Deyirəm ki, insanların habitləri dəyişibdir də. Artıq bütün dataya əksəsi olan bir AI var əlində, süni intellekt. Onunla bütün günü chatlaşır, hər şey öyrənir. Markaların güvən qazanmağı çox çətin olacaq. Çox çətin olacaqdır, əlbəttə ki. Və bu loqo məsələsi deyil. Mənə görə, misal üçün, loqon ikinci, üçüncü dərəcəlidir. Sənin əsas şirkətinin ümumi filosofiyasını yaratmalısan onun ətrafında. Sən müştərinə hansı dəyəri aşılamaq istəyirsən marketinqdə, necə pozisionerovat eləmək istəyirsən, o müştəridə hansı düşüncələri və hissləri yaratmaq istəyirsən, səndən nəyə görə istifadə eləməlidir. Mənim üçün bunlar çox daha dəyərlidir. Ondan sonra yaxşı bir marketoloqla işləyərsən, çalışarsan, o sənə düzgün target vida qoyar, digital marketinq də düzgün eləyər, amma ən ilk başda sənin müştəridə yaratmaq və oyatmaq istədiyin hissi birinci təyin eləməlisən ki, mənim üçün bu çox önəmlidir. Əla. Və son olaraq belə bir sual verim. Adətən biz həmişə soruşuruq ki, startap qurmaq istəyənə 3 məsləhətin nə olar, 3 sözün nə olar və yaxud da əsas sözün nə olar. Amma mən istəyirəm ki, bəzən cavab yox, məsləhət yox, bəzən düzgün sualın qoyulmasında əsas məqsəd, yəni necə deyirlər, doğru sualı tapsan, əslində cavab hazırdır. Sadəcə doğru sualı tapmaq məsələsi var. Kimsə gəlib sizə desə ki, Təlifə xanım, mən startap qurmaq istəyirəm. Ona verəcəyiniz ilk 3 sual nə olardı? Amma o suala cavab verməmişdən qabaq bir dənə əlavəmə eləyim sizin fikrinizə. Siz də onu bunu nə Əli olaraq, nə Təlifə xanım olaraq, nə də ki, biz Amerika kəşf eləmirik əslində ki, marketinqi, belə deyək də, bir bazburtlu bir faktor olaraq ortaya qoyuruq və s. və ilaxır. Və bu son illərin bir tendensiyası deyil marketinqlə bağlı. Bəlkə Azərbaycanda yavaş-yavaş bunun önəmini, belə deyək də, önə çəkməyə başlayıblar, amma mən Peter Drucker'in hər halda eşidib bizim izləyicilər, çox məşhur bir menecment yazarıdır, menecment sahəsində araşdırmaçıdır. Onun 1953-1974-cü ildə 2 statını istəyirəm, fikrini masaya qoyum. Hələ niyə bu illəri sadaladım? Əslində, adamlar, indi deyirsə, Amerika marketinq məsələsidir əslində. Adamlar 1950-ci ildən bunu 70 il əvvəl haqlı. 70 il əvvəl adamlar qoyub ortaya bunu və statı biraz qısa kəsəcəm, zamanı çox almayım. Deyir ki, marketinq biznes elə marketinqdir. Okay? Yəni, marketinqin əhatə elədiyi hər şey biznesin özüdür. Yəni, biznesdə elə bir, nətər deyim, bir istiqamətmi deyim, bir xüsusiyyətmi deyim, ortaya çıxara bilmərsən ki, marketinq orada yoxdur. Yəni, məhsuldur, məhsulun içində var. İnsanlardır, insanlarla işi var. Qiymətdir, qiymət siyasətində var. Satışdır, satış kanalıdır, var. Proseslərdir, var. Yəni, hətta məkandır, mühitdir, yenə marketinqdir. Okay? Elə bir şey yoxdur ki, qaldırasan bunu deyəsən ki, burada marketinq yoxdur, yox, orada da var. Ona görə ikinci statı isə bu idi, çox məşhur statdır. Deyir ki, biznesi deyir, ayaqda saxlayan, irəli çəkən, dayanıqlığını təmin edən 2 əsas ana funksiya var. Bunun biri marketinqdir, bir də innovasiya. Yəni, ya sən marketinqlə sağ qalacaqsan və ya səni bəlli bir müddət və yaxud da ömürlük və yaxud da nə bilim və s. Ayaqda saxlayacaq yenilik innovasiyadır. Okay? İndi elə markalar var ki, onlar illər boyu innovasiyanı üzərində dayanırlar. Və yaxud da ki, bazara girəndə çox innovativ daxil oldular, amma indi marketinq saxlayır onları həm də.
Amma elə markaları var ki, yəni heç bir innovasiya yoxdur orada. Amma marketinq onları Amerikaya apara bilir də. Elə. Və dediyim kimi son sualımız bu. Hansı 3 sual olardı? Birincisi, Əlim çox maraqlı danışırdı, ona görə ona qulaq asdım, düşünə bilmədim. İndi səsli düşünəcəm. İlk sualım hazır idi. Hazırsanmı? Çünki bu 7/24 işdir və hazır olmalısan. İkinci sualım, vitaminlər qəbul eləməyə hazırsanmı? O büdcən varmı? Antistres, fokus, sonra bu kimi vitaminlər mütləq lazımdır ki, sağlamlığımızdan da olmayaq. Üçüncü sualım olardı ki, üçüncü sualım əslində olmazdı. Çünki bu iki sualla mən hər şeyi o adamdan soruşub və ifadə edirəm. Üçüncü sualı mən verməzdim. Deyərdim ki, git dincəl, biraz yat. Bu fikirlə biraz 3 gün, 4 gün yat dur. Ondan sonra qərar ver ki, sən startupçı, sahibkar olmaq istəyirsən, yoxsa yox. Əvvəl təşviq edən tərəfdəydim ki, olun. Özüm olandan sonra belə eləyirəm. Çox da yəni İstəyirsən gedin korporativdə işləyin, daha rahatdır. Çox təşəkkür edirəm Təlifə xanım, çox sağ olun. Çox maraqlı həmsöhbət oldunuz. Çox sağ olun. Və bu söhbətimizin bizim elə bil mən 50 dəqiqədə, amma vallahi elə bilirəm 10 dəqiqədə bir söhbət eləyirik. O qədər maraqlı keçdi mənim üçün. İnşallah ki, sizi izləyənlər öz layihələrinə, necə deyirlər, o daha da bəlkə yapışarlar. Vitamin atmaq istəyənlər, hansı ki, buna hazırdılar. Yuxusuz gecələr keçirməyə hazırdılar. Yox, mən və aşiq deyirlər, flört edirlər öz layihələrindən. Onlar inşallah irəliyə gedərlər və biz də məhz xanım startapçıların sayını daha çox görərik. Qadın Liderlər Zirvəsində yenidən görüşərik. Çox yaxşı bir platform oldu ki, sizi də tanıdım. Eyni şəkildə. Çox təşəkkür edirəm. Çox şad oldum doğrudan da. Facemarka təşəkkürlər ki, Şəbnəm xanımdan bizi bir araya gətirdilər. Həm söhbət olduq. Çox yaxşı alındı söhbətimiz. İndi də Əlimlə daha ətraflı danışa bildik. Əvvəl söhbətimiz 4 il bundan qabaq biz tanış olmuşduq. Onda ancaq startup belə getdi, innovasiya belə getdi, amma indi dərdlərimiz də ortaq olduğunu gördük. Ona görə indi də daha da dərindən daha yaxşı tanımağıma da şad oldum sizi. Qarşılıqlı tez-tez görüşmək lazım. Çox sevindirici halda, həqiqətən çox həm sevindirici, həm də qürur verici bir haldır ki, mən çox sevinirəm ki, Azərbaycanda öz üzərində bu qədər çalışan, Azərbaycanı xaricdə təmsil edən və sözün əsl mənasında sizin dünən rastıma çıxdı. Xaricdə çıxışınızla bağlı, sizin müsahibənizlə bağlı o qədər qürurla oxudum ki, deyirəm heç özünün doğmaları bəlkə də bu qədər oxumayıbdı da. Yəni oxuduqca insanın o deyir sinəsi belə genişlənir ki, ay nə gözəl. Yəni Azərbaycanın bu cür belə xanımlar və bu cür layihələrlə təmsil edirlər. Çox sağ olun. Təşəkkür edirəm. Çox sağ olun dəvətiniz üçün. Biz də sizə təşəkkür edirik bizi izlədiyinizə görə. Bu buraxılış əslində 2 hissəli olacaq. Çünki ikinci hissədə də maraqlı bir xanım qonağımız olacaq və siz birinci hissəni izlədiniz. Növbəti həftədə isə ikinci hissəni izləyəcəksiniz. Bu buraxılışın ərsəyə gəlməsində əlbəttə ki, tərəfdaşlarımıza sonsuz təşəkkür edirik. Oba Marketlər şəbəkəsinə çox təşəkkür edirəm. Bu hissəni əsla keçməyin. Onlara siz də təşəkkür yazın bizim adımızdan. Çünki bizim layihə elə bir niş sahədir ki, hər kəs bura rahat şəkildə, hamı deyir ki, izləyici çox olsun ondan sonra. Biz burada hansısa bir qalmaqal yaratmırıq. Yarada bilərik bu arada. Amma yaratmırıq. Ki açıq-aşkar neçə dəfə olub ki, bir-iki şəxsin adları mənə gəlib ki, bunları dəvət eləyin öz podkastınıza. Görün izləyiciləriniz necə çoxalır. Vüsal növbəti buraxılışda ürəyim gedəcək canlı. Amma məqsəd çox izləyici sayına yox, məqsəd faydalı ola biləcəyimiz insanların qarşısına çıxmaqdır. Bizim üçün məqsəd budur və bizim ətrafımızda da nə qədər az insan yığılsa mən bir o qədər şad olaram. Az yox, əlbəttə ki, sayımız çoxalsın, söz onda deyil. Amma bizim fəlsəfəmizi anlayan, bizə eyni şəkildə izləyirəm, razı deyiləm fikrinizlə. Bu da çox gözəl bir şeydir. Mən əksinə çox istəyirəm ki, siz yazasınız ki, mən sizin fikrinizlə razı deyiləm. Mənim öz şəxsi fikirlərim var və mən o podkastda çıxmaq istəyirəm öz fikirlərimi demək üçün. Buna belə deyir, gözümüz üstə, başımız üstə yeriniz var, amma qalmaqal olmayacaq. Onu gözləməyin. Onu gözləməyin. Ona görə də buradan təşəkkür edirəm
Oba marketlər şəbəkəsinə. Oba Plus mobil tətbiqi yenilənib. Bax, mən indi burada hal-hazırda kampaniyalardan məlumat verməyimə ehtiyac belə yoxdur. İndi elə məni dinləyə. Yüklüyürsüz Oba Plus mobil tətbiqini, orada kampaniyalardan, endirimlərdən xəbərdar olursunuz. Alış-veriş səbətini yaradırsınız. Heç evdən çıxmanıza ehtiyac yoxdur. Göndərirsiniz yaxınlarına ki, gələndə ən yaxınlıqda, qonşuda olan obadan bunları al, gəl, mən podkasta baxıram. Bax, bunlar belə qəşəng, rahat bir şəkildə göndərə bilərsiniz. Dostlarınıza dəvət göndərə bilərsiniz və dostlarınız sizin promo kodla qeydiyyatdan keçəndən sonra siz həm də xal qazanırsınız. Yəni düşünün, siz xərclədikcə xal qazanırsınız, dəvət etdikcə xal qazanırsınız. Nə qədər çox dostunuz, bir o qədər də çox xal toplamış olacaqsınız. Və bir çox yeniliklər var əlbəttə ki, bunlarla bağlı mən öz sosial mediamda yerləşdirəcəm. Orada keçid edib izləyərsiniz. Qarmediaya təşəkkür edirəm. Bu studiyada bizə şərait yaratdığına görə çəkilişlərimiz artıq Qarmediadadır və siz də podkast yaratmaq istəyirsinizsə, mən bunun tərəfdarıyam. Heç kim deməsin ki, hamı podkast yarat. Qoyun elə hamı podkast yaratsın. Tək ki hamı öz sözünü desin. Tək ki hamı doğru bir yolunu tapsın və arzularını reallaşdırsın. Heç kimə zərər vermədiyi müddətdə. Ona görə də Qarmediaya gələ bilərsiniz. Arif bəy sizə mütləq bizim adımızı verin, endirim də alın. Özü burada yoxdur, amma siz bizim adımızı verin, endirim də alın. Onlara da təşəkkür və Dicobam agentliyinə də sonsuz təşəkkürümüzü bildiririk. Növbəti buraxılışda görüşərik. Hələlik. Sağ olun.